Başımızı uca etdilər. Onlar bugün bütöv Azərbaycan xalqının şəhid övladlarıdırlar. Düz 2 il əvvəl suverenliyimizin bərpası uğrunda gedən döyüşlərdə şəhid olan peşəkar snayper Məhərrəm Hüseynov da həmin qəhrəmanlardandır. Dövlət suverenliyinin bərpasında onun da payı var. Söhbət Məhərrəm Hüseynovdan gedir. Cəlilabad rayonunun Fərəcullalı kəndində dünyaya göz açan Məhərrəm gənclik illərindən vətənə xidmət yolunu seçib. O 18 ilə yaxın idi ki, Azərbaycan Silahlı Qüvvələrinin peşəkar hərbi qulluqçusuydu. Komandir kimi çox gözəl komandir olub, əsgərlərin qayğısına qalıb, daim diqqət mərkəzində saxlayıb. Onu tanımağımdan danışım. 2023-cü ilin aprel ayında taborumuzu dəyişdilər. Digər tabora köçürdülər bizi. Onu da tanımışam. Digər komandirlərdən yaşca biraz böyük olduğundan dayı deyə müraciət edirdik. Yəni, sözün əsl mənasında gözəl komandir olduğu və hörməti qazanmışdı deyə. Bugün tək təsəllim şəhidimin yadigarlarıdır, deyir Roza Hüseynova. Çox böyük qürur hissi keçirirəm. Məhərrəm məhz vətənimizin azadlığı uğrunda qəhrəmancasına həlak olub. Məhərrəm çox gözəl ailə başçısıydı. Ailəsini çox sevirdi. Axırıncı dəfə Məhərrəm sentyabrın əvvəli evə gəldi. Səhər tezdən çıxmalı oldu. Çıxanda səhər tezdən uşaqlar yatmışdı. Getdi sakitcə uşaqları qucaqladı, bağrına bastı. Mən ötürəndə onu mənə dedi, neysə olsa qorxma, mən buradayam. Atamın 40-ına gəldi kəndə. Sentyabrın 6-sı gəlmişdi, onu da görüşdük. Ondan sonra getdi, elə arada əlaqəmiz oldu və sonra əlaqəmiz kəsildi. Və antiterror əməliyyatında qoşularaq orada şəhid oldu. Məhərrəm Xocavənd rayonunun Harov kəndindəki əməliyyatlarda şəhidlik zirvəsinə ucalıb. Şərəfli döyüş yoluna görə sağlığında Vətən müharibəsi iştirakçısı və Xocavəndin azad olunmasına görə medalları, ölümündən sonra isə Vətən uğrunda medalı, 3-cü dərəcəli Vətənə xidmətə görə ordeni ilə təltif edilib. Cəlilabadda torpağa tapşırılan şəhidin adı bugün şəhərin mərkəzi küçələrindən birində əbədiləşdirilib. Rəşidə Zülfüqarova, Şahin Həsənov, Günel Habil qızı, ASTV xəbər. Region xəbərlərindən bu qədər. Hörmətli tamaşaçılar, özünüzə yaxşı baxın.